Salam, hər vaxtınız xeyir. Bugün birlikdə xırt-xırt xəmirli, şirəli və çox dadlı Özbek samsası hazırlayacağıq. Əgər siz də bu möhtəşəm resepti öyrənmək istəyirsinizsə, gəlin videomuza başlayaq. Bir ədəd yumurtanın üzərinə su əlavə edib qarışdırıram. Sirkə və yağ əlavə edib yenə qarışdırıram. Əvvəlcə yoğurma qabına un, qabartma tozu və duz əlavə edib qarışdırıram. Unun üzərinə əlavə edib qoyuram, xəmir yoğrulsun. Xəmiri 7 bərabər hissəyə bölürəm. Xəmiri təxminən 15 dəqiqə dincəlməyə qoyuram. Xəmir dincələnə qədər içliyini hazırlayıram. Əti və quyruğu ət çəkənin iri gözündən keçirirəm və üzərinə iri doğranmış soğanı əlavə edirəm. Duz, qara istiot əlavə edib bütün ərzaqları yaxşıca qarışdırırıq. Əslində içliyə cirədə əlavə edilir, amma biz sevmədiyimiz üçün əlavə etmədik. Xəmirin qatları üçün kərə yağında əridirəm. Daha sonra başlayıram kündələri açmağa. Hər kündəni nazik şəkildə yayırıq və üzərinə əridilmiş kərəyağı çəkirik. Yaydığımız xəmirləri üst-üstə yerləşdirirəm. Hər qatı yağlayıram, sonuncu qatda daxil olmaqla yağlayıram. Xəmiri sıx dartaraq rulet formasında bükürəm. Aralarında unlayıram ki, bir-birinə yapışmasın. Hazırladığım ruleti soyuducuda 2 saat saxlayırıq ki, xəmir bərkisin və qatları daha yaxşı alınsın. Soyuducudan çıxardığımız xəmiri təxminən 3 barmaq enində hissələrə kəsirəm. Hər hissəni əlimlə yastılayıram, kəsilən tərəfi üstə olmaqla oxlovla dairəvi şəkildə yayıram. Xəmirin ortasına hazırladığım ətli içlikdən qoyuram və kənarlarını birləşdirərək üçbucaq formasında samsalar hazırlayıram.
Samsaları yağlı kağız sərilmiş soba sinisinə düzürəm. Üzəri üçün yumurta sarısın, üzərinə duru yağ əlavə edib qarışdırıram. Üzərlərinə yumurta sarısı çəkirəm və küncüt səpirəm. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada üstü gözəl qızarana qədər bişirirəm. Və budur. Xırtıldayan, qat-qat xəmiri və şirəli ətli içliyi ilə möhtəşəm özbək samsamız hazırdır. Nuş olsun!